Yazırsınız ki, Azərbaycanda insanı özünün kimliyi ilə yox, kimin qohumudur sualı ilə tanıyırlar. Qohumun yüksək dövlət vəzifəsində olması, parlament üzvü olması Azərbaycanlılar üçün çox önəmlidir. Onun qohumu ifadəsi Azərbaycanlını ətrafdakıların gözündə daha da sambal eləyir. Əgər hələ də bu fikirdəsinizsə, necə oldu ki, bu məsələ ənənə halını aldı və gücə çevrildi ənənədə? Bilirsiniz, bu sosial status məsələsi ki var, bu təkcə indi Azərbaycanlılar, Azərbaycan üçün səciyyəvi deyil. Bu bütün xalqlarda, qəbilələrdə, tayfalarda, müxtəlif Afrikadan tutmuş harada qədər istəyirsiniz, bu müəyyən dərəcədə bu sosial rol oynayır şübhəsiz. Yəni insanın bir müəyyən dərəcədə sosial statusu onun müəyyən qohumluq əlaqələri ilə müəyyənləşir. Dünyada da. Dünyada deyəndə ki, deyək ki, biz o Avropa ölkələridir. Halbuki orada da müəyyən dərəcədə, Amerikada da müəyyən dərəcədə orada da biz bunu müşahidə edə bilərik. Sadəcə olaraq o bizim gözümüzün qabağında deyil. Elə Azərbaycandakı da tam olaraq bizə tam görünmürdü. Amma Azərbaycanda müəyyən dərəcədə bunun deyək ki, digər formaları da var da. Bir vəzifəli şəxsin deyək ki, digər qohumlarının özü ilə yanaşı aparması, yerləşdirilməsi və s. Bu da bunu danılmaz bir faktdır.